Ötən ilin dekabrın sonlarından etibarən İranda xalq üsyanlarının fonunda molla rejimi xaricdə yaşayan yəni İranlıların öz ölkələrinin hakimiyyətlərinə qarşı ən müxtəlif yerlərdə aksiyalar keçirdiklərinin şahidi oldular. Eyni zamanda nə qədər də İranda siyasi dayaqları möhkəm olmasa da, Rıza Pəhləvi ətrafında Avropada yaşayan İranlıların birləşməsi də müşahidə olunmaqda idi, xüsusilə də Amerika daxilində. Bunu da molla rejimi hesablamamış değildi. Eyni zamanda son olaraq İranın ali dini liderinin qətlə yetirilməsindən sonra, öldürülməsindən sonra bir növ sevinç içərisində Avropanın müxtəlif paytaxtlarında, müxtəlif şəhərlərində, restoranlarda Avropada yaşayan mühacirlərin, eləcə də İran vətəndaşları olub Avropada biznes quran, müxtəlif işlərlə məşğul olan ölkə vətəndaşlarının bayram keçirdiklərini də yəni İran rejimi görməkdədir. Ona görə də bu cür sərt qərarlar vermək məcburiyyətini həm də özündə hiss edib. Doğrudur, artıq İranda ali lider boşluğu dolduruldu dünəndən etibarən. Amma İran hakimiyyəti ona da tam əmin deyil ki, Avropadakı mühacirlər, eləcə də İranlılar bundan sonra bir daha öz yəni ölkələrinin hakimiyyətlərinə qarşı çıxmayacaqlar, Avropanın müxtəlif mərkəzləri ilə əməkdaşlıq etməyəcəklər. Onun üçün də yəni onlara əlləri çatmır, mühacirlərə əlləri çatmır. Ən azından onların ölkə daxilində yəni yaşayan, yəni qohum-əqrəbələri var, eləcə də digər onlara yaxın şəxslər var. Bir növ onların gözünü qorxutmaq üçün də bu cür addımlar atırlar. Hesab edirəm ki, ox yaydan çıxıb cənub qonşumuz üçün ötən il dekabrın sonlarından etibarən ölkədə ətrafında ciddi proseslər gedir. Doğrudur, xalq üsyanları fonunda nələrəsə nail olmaq mümkün olmadı. Amerika, İsrail başda olmaqla Avropa ölkələrinin. Amma son 10 gündür davam edən savaş göstərir ki, İran artıq müəyyən qədər yumşalmalara getməyə məcburdur. İndiyə qədər insanları edam üzərində hakimiyyəti qorumağı düşünürdülərsə də artıq burada da dediyim kimi ox yaydan çıxıb artıq insanların edam olunması səhnələri digərlərini qorxutmur. Getdikcə proseslər İran üçün Avropada çox ciddi şəkildə təhdid altına düşməkdədir. Biraz indi molla rejimi üçün ölkə daxilində son proseslərdə ümidverici nələrsə müşahidə olundu. Doğrudur, ölkə daxilində bu hücumların fonunda molla rejiminə qarşı İranlıların ayağa qalxdığını şahidi olmadıq. Əslinə qarşı müəyyən birləşmələrin də şahidi olduq. Xarici qüvvələrə qarşı İran xalqının bir növ birləşdiyinin də hardasa şahidi olduq. Xüsusilə də son olaraq ali dini liderin seçilməsindən sonra küçələrə müəyyən qismdə yəni xalq axışdı, yəni ona sədaqət and içdilər. Amma İran üçün ən böyük təhlükə təbii ki, həm də xaricdə yaşayan İranlı mühacirlər eyni zamanda İran vətəndaşlarıdır. Hesab edirəm ki, bu addımlarda məhz onları qorxutmaq və onların qarşısını almaq üçün atılır.